Müəllim, mən bu Azərbaycan dilini nə qədər oxusam da, bu gün oxuyuram, bir həftə sonra yadımdan çıxır. Videomuzun mövzusu budur. Siz də bir dənə səhifəmizi izləyin. Bismillah, getdik. Baxın uşaqlar, Azərbaycan dili kitabdan oxunularaq öyrəniləcək bir fən deyil. Çünki səndən imtahanda sözlərin mənası, nə bilim, düzgün yazılış, tələffüz bu soruşulmur ki, ancaq bu olsun 1 ya 2 sual maksimum. Səndən soruşulan əsas qaydalardır ki, həmin qaydalarda sən oxuyaraq çətinliklə öyrənə bilərsən. Əvvəlki testlər olsaydı, məsələn, 20 il bundan qabaqki testlər olsaydı, bəli, onu oxuyaraq öyrənmək olardı. Yəni, əvvəlki imtahanlar kimi. Amma hal-hazırki imtahanlara mən sadəcə ən yaxşı qayda kitabını belə və bütün qayda kitablarının içini əzbər bilib imtahana getsən belə, yenə sən oradakı sualları maksimum 50% yaza bilərsən ya yox. Onun üçün Azərbaycan öyrənməyin müxtəlif yolları var. Gəlin həmin yollara baxaq. Birinci, Azərbaycan dili qayda əzbərləməklə deyil, nümunələrlə müqayisə edərək öyrənilən bir fəndir. Məsələn, açırsan qayda kitabını, görürsən ki, sənə modal sözlər verib. Hə, bəlli modal sözləri tutaq ki, öyrəndir. Bəzi mövzular var ki, onlar əzbər tələb eləyir, müəyyən qədər. Amma bəzi mövzular var ki, orada əzbər heç bir şey yaramır. Gəlin baxaq, hansı formada öyrənə bilərsiniz? Tutaq ki, baxıram, yazıb ora yaxşı sözü, tutaq ki, sifət olur. İndi orada başqa cür müqayisə verib, yazıb ki, yaxşı insan. Yaxşı nədən əvvəlcə fikir verdim insanla, isimlə. Sonra aşağıda birini verib ki, yaxşı oxuyur. Yaxşı nədən qabaq gəldi? Feildən. Hə, artıq burada tərifi mənimsədim. Deməli, fikir verirəm ki, yaxşı sözü feildən qabaq gələndə, hərəkətə aid olanda, hərəkətdən qabaq gələndə zərfdir. İsimdən qabaq gələndə, deməli, sifətdir. Hə, deməli, sifət isimdən öncə gəlib onu izah edir. Zərf isə feildən qabaq gəlib onu izah edir. Aha, tərzi hərəkət. Tərzi hərəkət nə deməkdir? Hərəkətin tərzi, hərəkətin necəliyi deməkdir. Bax, bu formada öyrənmək olur. Bir də deyir ki, məsələn, yaxşı, gəl gedək. Baxıram ki, yaxşı, gəl gedək, vergül qoyub. Bu yaxşı sifətindən, zərfindən sonra vergül niyə qoysun ki? Hə, bu zamanda artıq öyrənəm ki, yaxşı sözü sən demə, zərf də deyil, sifət də deyil. Bəs nədir? O zaman köməkçinin qissələrindəki müəyyən biliklərimizi şey arayır ki, bəli, yaxşıdan sonra vergül olur, fikrə münasibət bildirilir. Bu da modal sözdür. Artıq biz 3 sinif qissəsi haqqında məlumatda olduq. Amma dur onu əzbərlə görüm, əzbərləyə bilirsənmi? Xeyr. Azərbaycan dili nümunələr üzərində öyrənilən bir fəndir. Bacardığın qədər çoxlu test işləyəcəksən və əgər varsa, əliniz çatırsa, izahlı testlər daha çox işləyəcəksiniz. İzahlı testlər səni öyrədən ideal variantdır. Yəni, A variantını tapdın ki, A buna görə cavabdır. B, C, D, Y variantları isə niyə cavabımız deyil, onu nümunələrin üzərində öyrənir. Məsələn, biz bəzən sınaqları təqdim edəndə nə indirir? Yəni, canlıdan əlavə izah videosu da göndərir ki, bax, burada 5-in izahı budur, 6-ın izahı, 7-nin, 8-in bu şəkildə izah videolarda göndərir ki, bu zaman daha yaxşı öyrənmək olur. Yəni, Azərbaycan müəyyən bir mərhələni müəllimlə öyrənmək daha yaxşıdır. Amma bir hissə var ki, onu keçəndən sonra artıq müəllimsiz də çox şeylər öyrənmək mümkündür. Bu qədər uşaqlar sizə də uğurlar arzulayıram. Bizim onlayn dərslərə qoşularaq uğur əldə etmək istəyirsə 055 597 0151-ə yaza bilərsiniz və bu dərslərə qoşulursa həqiqətən görəcəksiniz ki, Azərbaycan dili ən maraqlı, həm də ən gözəl və sizin üçün ən sevimli bir fənnə çevriləcək. Hətta deyəcəksiniz ki, bu nə qədər asan bir fən imiş. Belə uşaqlar bizim sınaq, mətn və yaxud sıfırdan başlayan qruplarımıza da qoşulma imkanınız var. Bu qədər. Qoşulmaq üçün 055 597 0151-ə yaza bilərsiniz. Sağ olun.